Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Azərbaycan Respublikasının prezidenti yanında qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının Xəzər televiziyası ilə birgə hazırladığı cəmiyyət verilişinin növbəti buraxılışı efirdədir. Vətəndaş cəmiyyəti, 3-cü sektor, ictimai təşkilatlar kimi müxtəlif isimlərlə adlandırılan qeyri-hökumət təşkilatları bugün Azərbaycanda və bütövlükdə dünyada öz fəaliyyəti etibarı ilə ən dinamik və maraqlı institutlardan biri sayılır. Bəs bu qeyri-hökumət təşkilatları haqqında cəmiyyətin məlumatlıq səviyyəsi necədir? Bu yaxınlarda Azərbaycandakı qeyri-hökumət təşkilatlarından biri məhz cəmiyyətin qeyri-hökumət təşkilatları ilə münasibəti ilə bağlı bir sorğu keçirib. Bugünkü verilişimizdə studiyamızın qonağı olan ekspertlərlə həmin bu sorğunun nəticələrini və vətəndaş cəmiyyətinin keçdiyi inkişaf yolunu müzakirə edəcəyik. Studiyamızın qonaqları kiçik və orta müəssisələrin inkişafına yardım mərkəzinin sədri İlkin Qarayev və Tərəqqiyə Elmi Dəstək İctimai Birliyinin sədri Əhməd Qəşəmoğludur. Xoş gəlmişsiniz studiyamıza. Sağ olun. Əhməd müəllim, ilk olaraq istəyərdim söhbətimizə belə bir məsələ ilə başlayaq. Bax, vətəndaş cəmiyyətinin inkişaf vəziyyətini yarandığı dövrdən üzbəri necə xarakterizə eləyərdiniz? Bu illər ərzində biz inkişaf meyllərini daha çox müşahidə eləmişik, yoxsa geriləmələri və bu müşahidə olunan həmin bu proses boyu rol oynayan əsas faktorlar kimi siz nələri sadalayardınız? Sağ olun. Mən iş elə gətirib ki, elə o prosesin başlandığı ilk gündən bu prosesin içərisində olmuşam, vətəndaş cəmiyyəti ilə bağlı. Yəni, bu məsələ haqqında ətraflı təsəvvürüm var və sizə deyim ki, əvvəl vətəndaş cəmiyyəti haqqında söhbət gedəndə bir çox adamın heç bir təsəvvürü yox idi, aydın şəkildə. Sonra bu qeyri-hökumət təşkilatları yarananda ki, vətəndaş cəmiyyətinin formalaşmasında əsas mühüm rol oynayacaq bu cəmiyyətlər. Cəmiyyətimiz buradakı qeyri-hökumət sözünün özünü hələ əvvəl bir qədər belə ehtiyatla yanaşdılar və bir qrup insanlar var idi ki, qeyri-hökumət təşkilatı deyəndə hökumətin əleyhinə olan, hökumətə zidd olan nəsə fəaliyyət göstərən təşkilat kimi nəzərdə tuturdular. Və uzun müddətdə bu terminin özündə biraz dəqiqlik oldu. Bir çoxu qeyri-dövlət təşkilatı dedi. Yəni, bu qeyri-dövlət təşkilatı ola bilməz, qeyri-hökumət təşkilatı. Çünki biz hamımız bu dövlətdəyik. Biz qeyri-hökumət təşkilatıyıq, yəni bu mənada. Və uzun müddət belə proseslər getdi. Amma insanlarımız bu barədə yəni, məlumatı ilbəil alırdılar. Mən bölmək istəyərdim qeyri-hökumət təşkilatına münasibəti bir 2008-ci ilə qədər olan dövr, bir 2008-dən bu tərəfə olan dövr. 2008-ə qədər olan dövrü də yəni, qiymətləndirmək lazımdır. Çünki orada insanlarımızın ictimai sektorda işləmək böyük təcrübə qazandılar. Burada bir çox xarici yəni, təşkilatlar da, donorlar da var idi, fəaliyyət kömək eləyirdilər bu təşkilatların. Amma o dövrün, 2008-ə qədər olan dövrün, o vətəndaş cəmiyyətinə olan münasibəti, vətəndaş cəmiyyətin formalaşması olan münasibəti ilə 2008-dən sonra kəskin şəkildə fərqlənir. Çünki dediyim kimi, əvvəla o dövrə qədər həm əhalinin özündə təsəvvür azıdır, həm bizim insanlarımızın bu sektorda işləmək təcrübəsi az idi. Deyək ki, mühasibatı ilə bağlı və yaxud layihələrin yazılması ilə bağlı uzun müddət, yəqin sizin də yadınıza gəlir ki, insanların bu layihə yazmaqla barədə bu təcrübə qazanması üçün çoxlu treninqlər keçirilirdi və bizə gəlib danışırdılar, xaricində bu qeyri-hökumət təşkilatı nədir? Və sonra ki, Milli Qeyri-hökumət Təşkilatları o forumu yarandı 1999-cu ildə. Ondan sonra bir canlanma gəldi və ondan sonra bu təşkilatlanma getdi. İnsanlar bir-bir belə demək, təcrübə qazanmağa başladılar. Həm də MQF artıq onların fəaliyyətini koordinə eləməyə başladı. Müəyyən qədər artıq hiss olunur ki, koordinə olunur. Bilirsiniz, İndi bəzən biz şişirdirik o xarici donorların rolunu. Mən işin içərisində həmişə olmuşam da. Xarici donorlarda o zaman deməli bizim qeyri-hökumət təşkilatlarına köməkdə müəyyən sual doğuran mövqeləri olurdu tez-tez. Məsələn, bizim deyək ki, mədəniyyətlə bağlı, mənəviyyatla bağlı, tarixlə bağlı layihələrimiz olanda, milli məsələlərlə bağlı olanda biz o zaman o qrantları almaq imkanı yox idi. Çətin idi və qeyri-mümkün idi. Məsələn, elə təşkilatlar var idi ki, ora layihə verdikdə, misal üçün, bütün layihə keçirdi, amma axır vaxtda hiss olunurdu ki, həmən o donorun öz maraqları var, öz hansısa o maraqları. Yəni, sadəcə elə mən qeyri-hökumət təşkilatına kömək eləməyə gəlmişəm,
ideyası da doğru deyildi. Yəni orada müəyyən səfirliklərin təsiri hesabına, müəyyən o beynəlxalq deməli təşkilatların təsiri hesabına bu qrantlar paylanmaq siyasəti də var idi orada. Amma Milli Qeyri-Hökumət Təşkilatları Forumu ki 99-cu ildə yarandı. Ondan sonra dövlətin özünün, yəni biz donorları yavaş-yavaş o hiss eləməyə başladıq və mən sizə deyim ki, dövlət strukturlarının özündə qeyri-hökumət təşkilatına sual doğuracaq münasibət var. Məmurların hamısı lazımi şəkildə yəni münasibət bəsləmirdi. Elə ki, Milli Qeyri-Hökumət Təşkilatları Forumu yarandı. Onda artıq dövlət strukturlarında da, məmurlarda da, deyək, iş adamlarında da qeyri-hökumət təşkilatlarına qarşı xof ortadan götürüldü. Əsas odur ki, bir xof var idi. Amma yenə də bu parakəndəlik var idi. Ta ki, məsələ davam elədi 2008-ci ilə qədər. 2008-ci ildə şura artıq yarananda Azərbaycan o prezidenti yanında bu tamamilə yəni ciddi bir artıq yəni məsul bir orqan olaraq. Ondan sonra da yəni rəhbərliyin də bu işlərə lazımı belə arzu olunan şəkildə çevik bir rəhbərlik, bu sahədə yəni ciddi o əhalinin hiss eləyə biləcəyi bir rəhbərlik, eyni zamanda qanunvericilik orqanlarında şuranın demək rəhbərinin təmsil olunması, bütün bunların hamısı insanlarda, dövlət məmurlarında, deyək, bir çox başqa o təşkilatlarda, iş adamlarında qeyri-hökumət təşkilatlarına münasibəti dəyişdi. Ona görə mən fərqləndirirəm 2008-dən sonra münasibəti, amma yenə də demək istəyirəm ki, bu sahədə işlər gedir. Bu sahədə indi müəyyən bir neçə qanunlar qəbul olunubdur, qanunvericiliyi ilə bağlı budur, praktik əldə eləmişik. Amma bu gün də vətəndaş cəmiyyətinin qurulmasında yəqin ki, qarşıda çoxlu işlər var. Mən deyərdim ki, vətəndaş cəmiyyətinin qurulması məsələsi o demokratik cəmiyyətdə ən mühüm məsələlərdən biridir. Çünki demokratiya sözü bəzən biraz abstrakt bir mücərrəd də qəbul oluna bilər. Amma vətəndaş cəmiyyəti, yəni vətəndaşların ölkənin inkişafı üçün, o sosial layihələrdə iştirak üçün, əhalinin daha çox fəallaşması bir çox sahələrdə yəni yardım edə biləcək işdir. Ona görə də mən elə hesab edirəm ki, qeyri-hökumət təşkilatlarımızla bağlı nə qədər işlərimiz daha da sürətlə getsə, daha da bu sahədəki yəni o proseslər, o formalaşma prosesi lazım olan məsələlər, yəni ölkəmizin bugünkü inkişaf o tempinə uyğun olaraq formalaşsa, o qədər arzu olunan səviyyədə olar, o qədər yəni biz daha böyük uğur qazana bilərik və vətəndaş cəmiyyətinin formalaşması hər bir vətəndaşın öz potensialının daha çox açılmasına kömək eləyəcək bir mexanizmidir. Mən də arzu edirəm ki, tezliklə elə bir mexanizmlər formalaşsın ki, hər bir vətəndaşımız öz potensialını, öz ölkəsinin tərəqqisi yolunda, öz işi, öz karyerasının qurması yolunda öz potensialını aça bilmək imkanı əldə eləsin. İlkin müəllim, mən sizin keçirdiyiniz bu sorğu ilə tanış oldum. Gördüyüm qədər çox maraqlı nəticələr var. Əhalidə qeyri-hökumət təşkilatları haqqında məlumatlıq dərəcəsi hansı səviyyədədir? Vətəndaşlarla sorğu keçirərkən hansı maraqlı faktlarla qarşılaşdınız? Nə qədər vətəndaşın arasında keçirilib? Xahiş edirəm, bu keçirdiyin sorğu haqqında ümumi məlumat verərdiniz, daha sonra detallara keçək. Çox sağ olun, hörmətli müəllim. Deməli, çox düzgün buyurdunuz. Keçirilən sorğuda əldə olunan məlumatlarda əlbəttə ki, çox maraqlı məlumatlar var. Çünki bu zamana qədər əvvəllər belə sorğular çox az keçirilmişdi və mən yəni belə masştabda və daha dərin araşdırmalar yadıma da gəlmir hansılar olub. Əhməd bəy müəllim çox yaxşı qeyd elədi. Yəni 2008-ci ilə qədər olan dövrü xarakterizə elədi, müəyyən qiymət verdi. Mən də qısa məlumat vermək istəyərdim ki, bu birincisi hesab edirəm ki, çox vacib bir təşəbbüsdür. Bu keçən ilin, yəni avqust ayından sonuna qədər, yəni 2013-cü ilin avqust ayından dekabr ayı arasında həyata keçirilib və ümumilikdə 1000 respondent arasında sorğu aparılmışdır. Sorğu aparılmasının əsas məqsədi əhalinin qeyri-hökumət təşkilatları haqqında məlumatlılıq səviyyəsini müəyyən eləmək, bu məsələyə münasibətini öyrənmək, müxtəlif suallar vasitəsilə onların ictimai fəallığının səviyyəsinə bir ümumi qiymət verməkdən ibarət idi.
Sorğu Azərbaycanın demək olar ki, bütün iqtisadi rayonlarını əhatə edib və o 1000 nəfər əhalinin sayına görə, bölgüsünə görə o iqtisadi rayonlara arasında respondentlər bölünüb və sorğu sualları da ümumilikdə deməli 4 əsas 3 istiqamətə və 4-cü demoqrafiya olmaqla 4 hissəyə bölünmüşdür. Birinci hissəsi deməli ümumilikdə qeyri-hökumət təşkilatları haqqında məlumatlılığa aid olan suallardan ibarət idi. İkinci hissəsi Azərbaycan Respublikası Prezidenti yanında qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının fəaliyyəti haqqında məlumatlılığa aid suallar idi. Və üçüncüsü də ümumilikdə ictimai potensialın müəyyənləşdirilməsi və ictimai təşəbbüskarlığa aid olan suallar idi. Burada əlbəttə ki, indi suallar ümumilikdə çoxdur və onların hamısı haqqında geniş məlumat vermək olmayacaq. Amma mən bəzi məsələləri qeyd edərdim ki, məsələn, qeyri-hökumət təşkilatları haqqında məlumatlığa aid olan suallardan birincisi o idi ki, siz ümumiyyətlə qeyri-hökumət təşkilatları haqqında eşitmisinizmi sualı idi. Əvvəllər aparılan sorğuların birində mənim yadıma gəlir ki, əhalinin, yəni 2008-ci ilə qədər olan dövrdə belə bir araşdırılma aparılmışdı və əhalinin o zaman 17%-nə qədəri hardasa deməli ümumiyyətlə QHT-lər haqqında məlumatlı olduğunu, yəni eşitdiyini 17%. 17%. Amma bizim sorğuda deməli belə deyək, respondentlərin 76,4%-i ümumiyyətlə QHT-lər haqqında eşitmişəm deyə cavab vermişdilər bu suala. Kifayət qədər böyük bir artım sayılır. Bəli, mən də hesab edirəm ki, bu mənim üçün də əlbəttə ki, bir sürpriz idi, yəni nəticələr. Çünki doğrudan da 76,4% kifayət qədər yüksək bir göstəricidir. Əlbəttə bunu tam mənada respondentlərin hamısının çox peşəkar məlumatlı olmasını əlbəttə qeyd eləmək olmaz burada. Təbiidir ki, ümumiyyətlə bu haqda eşitmiş, nə vaxtsa deməli hansısa bir məlumatla tanış olmuşdur deməkdir. Həm də nəzərə alaq ki, sorğuda iştirak edən vətəndaşların yaş və peşə tərkibi də müxtəlifdir. Bu həm də ondan irəli gəlir. Tamamilə elədir. Yəni 18-65 yaş arasında respondentlərdən sorğu keçirilib və ümumiyyətlə respondentlərin deməli peşəsinə görə bölgüsü də müvəqqəti işsizlər, təqaüdçülər, dövlət qulluqçuları və özəl sektorda çalışanlar olaraq əsas 4 qrupda yəni bölünmüşdür. Yəni bütün segmentləri əhatə etməyə çalışmısınız. Bəli, tamamilə. Eyni zamanda burada maraqlı olan suallardan biri məsələn o idi ki, sizin fikrinizcə QHT-lərin fəaliyyəti ölkənin inkişafı üçün nə dərəcədə vacibdir sualı var idi və bu suala respondentlərin əksəriyyəti müsbət cavab verib. Yəni müsbət nə mənada? O mənada ki, yəni doğrudan da çox vacibdir qeyd edən respondentlər, yəni çox vacibdir qeyd edən respondentlər 19,2%, vacibdir qeyd edən respondentlər 60,1%. Yəni həmin sorğuda iştirak edən və QHT haqqında eşitmiş respondentlərin 80%-nə yaxın hissəsi deməli QHT-lərin fəaliyyətinin ölkə üçün çox vacib olduğunu, yəni ümumiyyətlə vacib olduğunu qeyd etmişlər. Bu da müsbət bir amildir. Başqa maraqlı istərdinizsə bəzi suallar haqqında məlumat verərdim. Məsələn, QHT-lərlə bağlı olan suallara aid suallardan biri də o idi ki, qeyri-hökumət təşkilatlarının təşkil etdiyi tədbirlərdə könüllü olaraq iştirak edirsinizmi? Çox təəssüf ki, bu sualda respondentlərin çox az hissəsi deməli müsbət cavablandırmışdı. Yəni demək olar ki, 20%-ə qədər respondent, yəni QHT-lər haqqında eşidib və 20%-ə qədər onların içindən olan respondentlər bu tədbirlərdə iştirak edirlər. Amma 80%-i təəssüf ki, iştirak eləmir. Yəni bu o deməkdir ki, Əhməd müəllimin də qeyd elədiyi kimi burada böyük potensial var. Yəni insanların xəbəri var, arzusu, istəyi var. Bəlkə də yəni o müəyyən digər suallardan mən artıq çıxış edərək deyə bilərəm. Amma onların cəlb olunma səviyyəsi daha aşağı səviyyədədir. Əhməd müəllim çox maraqlı bir rəqəm səsləndirdi İlkin müəllim.
Qeyri-hökumət təşkilatlarının cəmiyyətdə verdiyi töhfələri, fəaliyyətini təxminən 80%-ə qədər vətəndaşımız, sorğuda iştirak edən vətəndaşların 80%-ə qədəri vacib hesab ediblər. Bu, belə hesab eləmək olarmı ki, qeyri-hökumət təşkilatlarının indiyə qədər həyata keçirdikləri, istər sosial sahədə, istər ictimai sferanın digər sahələrində artıq vətəndaşlar tərəfindən mənimsənilir və real şəkildə müşahidə olunur onun nəticəsi? Bəli, bu elə onun göstəricisidir. Çünki biz tez-tez televiziyalarda, ondan sonra internet şəbəkələrində qeyri-hökumət təşkilatlarının fəaliyyəti ilə bağlı məlumatları görürük. Əhali də bunu eşidir və hər dəfə də bu təqdimat vaxtı hiss olunur ki, bu qeyri-hökumət təşkilatları hansısa bir mühüm iş görüblər. Yəni əhali bunu qəbul edərək ümumən, yəni ictimai rəy baxımından müsbət rəydədir. Amma indi orada İlkin müəllimin səsləndirdiyi ikinci bir məqalədə var, bir məlumat da var idi, rəqəm də var idi ki, könüllülər demək az iştirak ediblər. Bax, bu biraz əvvəl mən dediyim kimi qeyri-hökumət təşkilatlarının inkişafı ilə bağlı, vətəndaş cəmiyyətin formalaşması ilə bağlı formalaşma dövrü gedir bizdə. Hələlik bizim qeyri-hökumət təşkilatlarımızın da o qədər fəaliyyəti arzu olunan qədər geniş deyil ki, əhalini də könüllü olaraq cəlb eləsinlər. Çünki bir çox insanlar var ki, deyək ki, könüllü olaraq qeyri-hökumət təşkilatlarının işində iştirak eləmək istəyər. Amma bizim hələlik layihələrimiz o səviyyəyə gəlib çatmayıbdır ki, hər qeyri-hökumət təşkilatı ətrafında könüllüləri çoxlu birləşdirə bilsin və könüllülərlə də bağlı o iş mexanizmi formalaşmalıdır. Çünki bilirsiniz, bəzisinə deyəndə indi mən özüm də söhbət edirəm gənclərlə, könüllü sözünü biraz yaxşı mənimsənilmir. Elə bilirlər ki, havayı işləmək. Könüllü işləmək qeyri-hökumət təşkilatında heç də havayı deyil. Çünki bilirsiniz, hər hansı bir təşkilatda gedib könüllü işləmək orada təcrübə qazanmaqdır. Orada özünün qeyri-hökumət təşkilatının işi ilə bağlı öz təcrübəsi olmaq, gələcəkdə bəlkə qeyri-hökumət təşkilatı açacaqsa, özü o təcrübəni yığmaq və yaxud açmayacaqsa, elə özünün bir imkanı varsa, özünün hər hansı bir potensialı varsa, orada reallaşdırmaq. Bax, bu sahədə hələlik bizim qeyri-hökumət təşkilatlarının o işində irəliləyişə ehtiyac var. Amma ümumən o rəqəmi mən yenə də müsbət qiymətləndirirəm ki, rəy indiki vaxt demək, qeyri-hökumət təşkilatları haqqında ictimai rəy müsbət formalaşıb. Müsbət gedir bu proses və bundan da yaxşı mənada istifadə eləmək lazımdır və inanıram da ki, bu istiqamətli işlər daha da yaxşı gedəcək və insanlarımız da get-gedə deməli, özlərini qeyri-hökumət təşkilatında reallaşdıra biləcəklər. Əslində bu rəqəmlərin özü belə hesab eləmək olarmı? Böyük bir potensialın olmağını ortaya qoyur. Sadəcə inkişaf meylləri artdıqca həmin bu potensialdan istifadəlilik dərəcəsi də yüksəlir. Çox böyük potensialdan xəbər verir bu rəqəmlər. O biri tərəfdən də deyirəm, indi bu qloballaşmanın sürətlə getdiyi bir vaxtda bütün ölkələrdə gedən proseslərə də baxsaq, yəni hər kəsin hökumət sektorunda iş ilə təmin olunmaq imkanı yoxdur ki, olmur ki. Ona görə vətəndaş cəmiyyətinin güclənməsi, qeyri-hökumət təşkilatlarının daha ciddi fəaliyyət göstərməsi, yəni vətəndaşların hər birinin öz potensialını üzə çıxarmaq imkanı yaradır. Yəni bu ən böyük məsələlərdən biridir. Siz özünüz də bilirsiniz, beynəlxalq təşkilatların da Birləşmiş Millətlər Təşkilatının başqa təşkilatların diqqət mərkəzində olan bir şey vətəndaşın öz potensialını reallaşdıra bilmək imkanına nə qədər olmasıdır. Və doğrudan da elə onları qoyaq bir tərəfə. İnsan bu dünyaya gəlibsə, onun o zaman daha çox xoşbəxtdir ki, o zaman daha məmnun olar həyatından ki, öz potensialını reallaşdırmaq imkanı olsun. Bax, vətəndaş cəmiyyəti bu imkanı yaradır və ayrı yol yoxdur. Əsas mexanizm vətəndaş cəmiyyətidir. Çox gözəl bir məsələyə toxundunuz Zəfət müəllim. Azərbaycan dövləti bax vətəndaşın bu təşəbbüsünü gerçəkləşdirməsi üçün qeyri-hökumət təşkilatı sektoruna yardım məqsədi ilə hansı işləri görür? Bir neçə qanun qəbul olunub. Bax, bu yaxında siz bilirsiniz, beynəlxalq ekspertlərin də iştirakı ilə, beynəlxalq təşkilatın da iştirakı ilə biz deyək ki, ictimai iştirak haqqında geniş bir deməli ciddi bir qanun layihəsi təqdim olundu. Milli Məclisə deməli Şuranın rəhbəri Azay
Quliyev, bizim hörmətli millət vəkilimiz Azay Quliyev tərəfindən təqdim olundu və bu deyim elə-belə təsadüfi ortaya çıxmamışdı. 2 ilə qədər bu layihənin üzərində işlər getdi. Milli sektorda, yəni burada milli səviyyədə ekspertlər, beynəlxalq ekspertlər bir neçə dəfə müzakirələr oldu və bu yüksək səviyyədə qəbul olunub. Mən indi də işin içərisində ki, bütün nazirliklər artıq hərəkətə gəlib. Siz ictimai iştirakçılıq haqqında qanunu Bəli, ictimai iştirakçılıq haqqındakı qanunu. Artıq bu onu deyir ki, bütün hökumət strukturlarının tərkibində, nazirliklərin, başqa strukturların tərkibində bu qeyri-hökumət təşkilatının təmsilçilərinin özünün yəni iştirakı birbaşa hökumət strukturunda gedən işlərdə qeyri-hökumət təşkilatı tərəfindən gələn təkliflərin, qeyri-hökumət təşkilatının göstərə biləcəyi fəaliyyətin bu hökumət strukturları ətrafında birləşməsinə imkan verə biləcək belə bir qanun layihəsidir və mən qanun qəbul olunanda da bunu alqışladım və qanunun hazırlanması işində də fəal iştirak elədim. Sonra başqa bir qanun, məsələn, dediyim indi könüllülük haqqında qanun, indi danışırdıq ki, könüllülük böyük bir potensialımız var. Amma bu qanunla tənzimlənməsi üçün, yəni işlər görülməli idi, bu görülüb. Amma mən fikirləşirəm ki, yenə də bir çox qanunların qəbul olunmasına böyük ehtiyac var və bu qanunlar da qəbul olunacaq. Çünki bu sahədə işlər gedir və o biri tərəfdən də mən birbaşa deyim, bu cür sosioloji araşdırmaların aparılmasının özünü alqışlamaq lazımdır. Çünki bilirsiniz, bizdə nəsə hələ sosiologiyaya qarşı biraz o lazımı şəkildə münasibət formalaşmayıb. Sosiologiya nədir ki? Sosioloq cəmiyyətin həkimidir. Sosiologiya cəmiyyətin təbabətidir. Biz hər hansı sahədə bir iş görürüksə, tez-tez o araşdırmaq, o məlumatları yığmaq, təhlil etmək, onun əsasında fəaliyyətimizi tənzimləmək, buna böyük ehtiyac var. Ona görə də yəni düşünürəm ki, indi burada efirdə rəqəmlərin çoxunu səsləndirmək təbii ki, mümkün olmayacaq. Bu tədqiqatın nəticəsi imkan verir ki, eyni zamanda bu istiqamətdə istər qanunvericilik baxımından, istər vətəndaş cəmiyyətinin fəallaşdırması baxımından, istər şuranın öz fəaliyyəti baxımından və istərsə də qeyri-hökumət təşkilatlarının özünün fəaliyyəti baxımından bir çox deməli o düşünmək üçün burada rəqəmlər var. Və bunun əsasında təhlillər aparıb daha ciddi belə yəqin ki, nəticələr olacaq. İlkin müəllim belə fikirləşirəm ki, və ortaya daha ciddi tövsiyələr qoyulacaq. İlkin müəllim, vətəndaşlarla keçirdiyi sorğu zamanı onlar qeyri-hökumət təşkilatlarının fəaliyyəti ilə bağlı əsas yəni vurğunu nəyin üzərinə qoydular? Deməli, bayaq qeyd elədiyim kimi bizim qruplaşdırdığımız suallar bir neçə deməli hissədən ibarət idi. Birinci qrup ümumiyyətlə QHT-lər haqqında məlumatlılığa aid olan suallar idi. İkinci qrup suallar isə birbaşa QHT Şurası haqqında məlumatlığa aid suallar idi. Necə qiymətləndirir vətəndaşlar? Ümumilikdə çox maraqlıdır. Yəni respondentlərin, yəni ümumiyyətlə QHT haqqında eşitmiş respondentlərin bayaqları əgər qeyd elədik ki, 76 respondentlərin 76,4%-i QHT-nin fəaliyyəti haqqında, QHT haqqında məlumatlıdır. Yəni hansısa bir məlumatı var, eşidib əvvəllər. Ümumi respondentlərin 56,3%-i Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası haqqında eşitdiyini bildirmişdi. Yəni tən yarıdan artığı. Artığı. Yəni yarıdan çoxu respondentlərin QHT-nin fəaliyyəti, QHT Şurasının fəaliyyəti haqqında məlumatlı olduğunu bildirmişdi. Və yenə də qeyd eləmək istəyirəm ki, bizdə burada digər suallar da var idi ki, onların məlumatlığı hansı səviyyədədir və s. Nəyi ümumiyyətlə yadlarında qalıb, hansı fəaliyyətlər onların yadında qalıb. Amma mən yenə də vaxtımızın məhdud olmasını nəzərə alaraq bütün suallar üzərində durmuram. Sadəcə bəzi hesab edirəm ki, həm televiziya tamaşaçıları üçün, həm deməli digər ictimai sektorda maraqlı tərəflər üçün çox vacib olan məlumatları qeyd eləmək istəyərdim. Məsələn, belə bir sual var idi ki, sizcə 2008-ci ildə şura yarandıqdan sonra ictimai sektorda müsbət dəyişikliklər olubmu? Və bu suala da respondentlərin əksəriyyəti, yəni deməli, hardasa 70%-dən artığı müəyyən müsbət dəyişikliklər olub və yaxud müsbət dəyişikliklər çox olub deyə cavab verir. Bu hansı amillərlə əlaqələndirmək olar? Bu bilavasitə layihələrin icra keyfiyyətinin göstəricisi sayılırmı həm də?
Yəni 70% kifayət qədər yüksək rəqəmdir. Əvvəla daha çox qeyri-hökumət təşkilatı qrant almağa başlayıb. Yəni qabaqlar burada bir neçə o xarici təşkilatlar olanda, beynəlxalq təşkilatlar indi ayrı, o donor olanda burada qrant alanların sayı bu qədər deyildi. O ikinci tərəfdən dedim, milli mənafeyə, milli maraqlara uyğun qrantların sayı çoxalıb. Yəni həm kəmiyyət göstəricisi, həm də keyfiyyət göstəricisində artıq İndi müşahidə axır olunur. vaxt siz eşidirsiniz, biz artıq xaricdə yaşayanlar, Azərbaycanın mənafeyi üçün çalışan qeyri-hökumət təşkilatlarına artıq Azərbaycan dövləti qrant ayırır. Yəni bunların hamısı ümumilikdə kim nə deyir desin, çox böyük müsbət hadisədir. Yəni bilirsiniz nə tərdir? Biz əvvəl o qrant verən təşkilatlar gələndə bir çox onun fəlsəfəsini də yaxşı hiss eləmirdi. Elə belə məlum olmuş ki, gəliblər bizə kömək eləməyə. Amma hər halda hər bir qrant verilən təşkilatın arxasında müəyyən bir maraq var. İndi bizim hökumət təşkilatlarına demək fəaliyyəti ilə bağlı şuranın verdiyi bu qrantlar təbii ki, dövlətin maraqları baxımındandır. Yəni bu Azərbaycan dövlətçiliyinin, dövlətin maraqları baxımından olan qrantlardır və çox şükür ki, deyirəm, burada istənilən sahədə siz o tərkibə hər dəfə fikir versəz, burada yəni müxtəlif siyasi görüşündən asılı olmayaraq, mövqeyindən asılı olmayaraq yəni müxtəlif qeyri-hökumətlərə verilir. Yəni seçilib ancaq bir qeyri-hökumət təşkilatlara verilmir və müxtəlif təbəqələri əhatə eləyir qrant alınları və burada indi məsələn belə demək lazımdır. Bəziləri indi burada incik də ola bilər, bəziləri incik olmaya da bilər. Bu da təbii haldır. Çünki bu hamıya birdən-bir o qrantları vermək mümkün də deyil. Amma ümumilikdə niyə əhali o müsbət aldı? Çünki o, dedim, milli maraqlara uyğun. Məsələn, bizə əgər bu önləri layihə həyata keçiririksə, gedib hər hansı bir yerdə öz, deyək ki, qəhrəmanımızın, tarixi abidəmizin mənafeyinə uyğun bir layihələr həyata keçirirsə, bunun rayon əhalisi də görür. Məsələn, bu yaxınlarda mən bilirəm bir neçə rayonda o tarixi abidələrimizlə bağlı, ondan sonra özümüzün o milli dəyərlərimizlə bağlı kifayət qədər o layihələr və bunları hər kəs eşidir və hər kəs də indi başa da düşür ki, bu bizim o fayda, ölkənin inkişafına, tərəqqisinə fayda olacaq layihələrdir. Bax, bu baxımdan bunlar hamısı kömək eləyir ki, bir də ki, tamamilə yəni o QHT şurasında indi tərifləmək üçün yox, yəni orada müəyyən bir atmosfera da var. İnsanları normal qəbul eləmək, normal yəni o münasibətdə olmaq, etika baxımından istər başqa bir o münasibətlər baxımından bütün bunlar hamısı yəni ümumən işlərin o müsbət getməyini dedim. Siz dediyiniz kimi həm kəmiyyət baxımından, həm keyfiyyət baxımından işlərin genişlənməyini yəni göstərir. O biri tərəfdən də hər kəs hiss edir ki, ilbəil bu artır. Yəni biz bunu hiss edirik ki, bu il hər dəfə qeyri-hökumət təşkilatları şurasına, dəstək şurasının, prezident yanında qeyri-hökumət təşkilatlarının dəstək şurasının fəaliyyəti daha da genişlənir. Məsələn, 2 il bundan qabaq xaricdə olan QHT-lərə biz qrant ayrılmırdı ki. İndi onlar həm də ki, ölkə daxilində də, ölkədə indi belə deyək, daha çox get-gedə formalaşmış, daha çox o özünü göstərə bilən qeyri-hökumət təşkilatları kim nə deyir desin, o qrantları ala bilir. Amma indi kimsə belə inciyə bilir də, böyünləri alıb bu qeyri-hökumət təşkilatından layihəni alayaramçıq yerinə yetiribdirsə, ikinci dəfə almayanda incimək amilləri də var ortada. Amma ümumən görürsünüz, bu az inciyən, inciməyən, ümumi nəticə isə müsbətdir və ümumi nəticə müsbət olmağı, yəni deyirəm, çox yaxşı göstəricidir. Mən burada bir məqamı da əlavə eləmək istəyirdim. Əhməd müəllim çox yaxşı qeyd elədi. Ümumiyyətlə, ictimai sektorun inkişaf eləməsi birinci növbədə dövlətin, hökumətin marağındadır. Çünki dünya praktikası da onu göstərir ki, hər bir dövlətin, ölkənin özünün bir sosial sifarişləri var, sosial layihələri var və o layihələrin icrasında mütləq vətəndaş cəmiyyətinin iştirakı vacibdir. Qeyd eləmək istəyirdim ki, hər bir dövlət üçün sosial sifarişlərin yerinə yetirilməsi üçün vətəndaş cəmiyyətin aktiv olması, inkişaf etmiş olması çox vacibdir. Bu baxımdan Əhməd müəllimin də qeyd elədiyi kimi milli donorun olması, dövlətin
maraqlarında olan müəyyən layihələrin həyata keçirilməsi üçün milli donorun olması çox vacib bir məqamdır. Çünki təbiidir, beynəlxalq donorlar da vacibdir dövlətin inkişafında. Əlbəttə ki, onların arasında belə deyək, müəyyən maraqları güdənlər də var, amma doğrudan da cəmiyyətin inkişafı üçün töhfə vermiş, gözəl layihələri maliyyələşdirən təşkilatlar da az deyil. Amma bununla yanaşı sırf Azərbaycan dövlətinə aid olan, millətinə aid olan, xalqına aid olan müəyyən məqamlar var ki, layihələr var ki, elə təşkilatlar həmin layihələri maliyyələşdirmirlər. Qeyri-hökumət təşkilatlara Dövlət Dəstəyi Şurasının fəaliyyətini biz yüksək qiymətləndirə bilərik. O mənada ki, həmin layihələr Azərbaycanın marağında olan, Azərbaycan xalqının marağında olan layihələrin əksəriyyəti də bu halda artıq maliyyələşdirmək imkanı əldə edə bilir. Məsələn, siz bayaq bir sual verdiniz ki, yəni dövlət tərəfindən QHT-lərə dəstək göstərilməsi nə dərəcədə vacibdir? Bizim sorğuda bu sualların içərisində belə bir sual da var idi ki, siz qeyri-hökumət təşkilatlarına dövlət tərəfindən dəstək göstərilməsinin tərəfdarısınız. Burada mən müdaxilə etmək istəyirəm. Elə belə bəlkə də yaxşı olar. Donorluq institutu olmayanda, qrant olmayanda bizim qeyri-hökumət təşkilatları bu barədə geniş iş aparırdıq. Dövlətə dalbadal müraciət edirdik. Qeyri-hökumət təşkilatları böyük qrup şəklində məktublar yazırdıq. Yəni bu qeyri-mümkün bir şeydir ki, çünki dövlətin indicə o da dövlətin özünün prioritetləri var, maraqları var və milli maraqlarımız var və bunlar hamısı və eyni zamanda dövlətin borcudur o kömək eləmək. Tamam. Yəni bu Azərbaycan dövlətinin inkişafı ilə eyni zamanda qeyri-hökumət təşkilatlarının inkişafı da belə demək olar ki, paralel şəkildə gedir. Yəni dövlət gücləndikcə ictimai sektora diqqəti də artır. Dövlət indiki dövrdə, bax indi gəlib o qloballaşma dedim dövründə elə bir vaxt gəlib çatıbdır ki, dövlət vətəndaş cəmiyyətini gücləndirmədən güclənə bilmir. Çünki vətəndaş cəmiyyəti onun potensialıdır. Vətəndaş cəmiyyətinin güclənməsi nə deməkdir? Vətəndaş cəmiyyətinin güclənməsi əhalinin hər birinin potensialının üzə çıxarmasına kömək eləməkdir. Əhalinin hər biri bu dövlətin potensialıdır. İndi ona görə biz axı onu buraxa bilmərik ki, ancaq xarici donorlar onları fəallaşdırsın. Yəni dedim, istənilən xarici donorun müsbət tərəfdə də o layihələrin, qrantları ilə bağlı öz maraqları da var. Biz bu təbiidir, məntiqidir ki, dövlətdə vətəndaş cəmiyyətinin formalaşmasında dövlətin özünün mövqeyi aparıcı rol olmalıdır və dedim, indiki vaxtda bu bir strateji məsələ olaraq o dövlətin özünün borcudur və bu sahədə də diqqətin artması təqdirə layiq haldır ki, yəni bu borc qəbul olunur və bu borc get-gedə Azərbaycanda şahidiyik ki, bu sahədə ciddi addımlar atılır. Əgər baxsaq başqa ölkələrin təcrübəsinə, ən çox inkişaf eləmiş, ən çox iqtisadi cəhətdən güclü olan dövlətlər ictimai sektora daha çox deməli dəstək verən, daha çox qrant ayıran dövlətlərdir. Məsələn, Amerika Birləşmiş Ştatları, Yaponiya, Almaniya kimi dövlətlər ictimai sektorun maliyyələşməsində çox böyük vəsaitlər ayırırlar. Nəinki öz ölkələrində, həmçinin öz ölkələrindən kənarda, bu da onların ümumiyyətlə beynəlxalq siyasətinə, beynəlxalq imicinə, beynəlxalq layihələrinin icrasına birbaşa təsir edən amillərdir təbii ki. Və Azərbaycan da artıq ümidvarıq ki, Azərbaycan dövləti nəinki ölkə daxilində QHT-lərə dəstək verir. Eyni zamanda Əhməd müəllim bayaq qeyd elədi ki, Azərbaycan QHT-lərini, Azərbaycandan kənardakı fəaliyyətini də maliyyələşdirir və mən ümidvaram ki, nəinki Azərbaycan QHT-lərinin gələcəkdə Azərbaycan dövləti xarici QHT-lərində, xaricdəki müəyyən Azərbaycanın maraqları ilə bağlı layihələrini maliyyələşməsinə, yəni daha diqqətini daha da artıracaq. Mən təşəkkür edirəm maraqlı müzakirələr üçün hər birinizə. Həqiqətən də verilişin əvvəlində qeyd elədiyim kimi, vətəndaş təşəbbüskarlığının əsas ünvanı olan qeyri-hökumət təşkilatları, üçüncü sektor bugün Azərbaycanda kifayət qədər geniş imkanlara sahibdir və bu inkişaf meylləri də il-ildən müsbət dinamika üzrə artmaqdadır. Qeyri-hökumət təşkilatlarının fəaliyyəti ilə bağlı cəmiyyətin məlumatlıq səviyyəsi haqqında da aparılan bu sorğu bir daha ötən illər ərzində
qeyri-hökumət təşkilatlarının kifayət qədər maraqlı və faydalı bir inkişaf yolu keçdiyinin göstəricisidir. Hörmətli tamaşaçılar, bizim üçün ayrılmış efir vaxtı başa çatır. Sağ olun, salamat qalın, bizi izləməkdə davam edin.